Beynəlxalq Radio, milyonların həmsöhbəti. Azərbaycan Ermənistanlar ötən həftə Türk dünyasında qeyri-qanuni hərbi qruplar. Azərbaycanın səsi efirdədir. Proqramımız davam edir. Salam əziz dinləyicilər və bizi YouTube üzərindən izləyən dəyərli tamaşaçılarımız, axşamınız xeyir olsun. Saatımız 17:04 göstərir. Azərbaycanın səsi proqramının axşam buraxılışını izləyirsiniz. Bugün Böyük Qaydışdan və azad olunmuş ərazilərdə iqtisadi canlanmadan və davamlı iqtisadi strategiyalara nəzər yetirəcəyik. Təbii ki, studiyamızın qonağımızı təqdim etmək istəyirəm. Qonağımız İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri Təranə Səlifovadır. Xoş gəlmisiniz Təranə xanım. Xoş gördük Cəhmən. Ümid edirəm hər şey yaxşıdır və bugün maraqlı bir mövzu ətrafında danışacağıq. Təşəkkür edirəm dəvətiniz üçün, minnətdaram. Hər şey yaxşı olsun. Təki ilk sualım Böyük Qayıdış proqramı çərçivəsində iqtisadi baxımdan əsas prioritetlər nələrdir? Buna bir toxunardıq. Bəli. Demək, Böyük Qayıdış proqramı çərçivəsində biz iqtisadi prioritetlərə baxsaq, burada 4 hədəf göstərici qrupunu daha doğrusu qruplaşdıra bilərik. İlk öncə onu qeyd edim ki, proqram 2022-2026-cı illəri, yəni proqramın icra müddəti əhatə edir. Bu 4 hədəf göstərici qrupuna gəldikdə birinci qrupa infrastruktur, ikinci qrup iqtisadiyyatın yenidən qurulması, daha sonra sosial inkişaf və ətraf mühitin tarazlı inkişafını biz demək qeyd edə bilərik. Məsələn, infrastruktur qrupu dedikdə proqram çərçivəsində bu demək hədəf göstəricilərdə əsasən prioritetlərdən ilk və ən vacib olanı ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsidir. Məsələn, bizim monitorinqini apardığımız 2024-cü ilə biz nəzər salsaq, bu il ərzində ümumilikdə 62 min hektardan çox ərazi minalardan təmizlənmişdir və beləliklə də azad edilmiş ərazilərdə minadan təmizlənmiş ərazilər 179 min demək hektardan çox bir ərazini əhatə edir. Digər demək infrastruktur qrupuna daxil olan digər bir bizim demək tədbirlərimiz yaşayış məntəqələrinin salınmasıdır. Hansı ki bilirsiniz ki, bu əhalinin geri qayıdışı üçün çox mühüm, önəmli tədbirlərdir. Eynilə bu tədbirlər kontekstində həm də həmin əhalinin demək əlçatanlığının təmin edilməsi üçün infrastruktur, istər burada elektrik, istər su, istər digər qaz, rabitə və sair demək təminat məsələləridir. Daha sonra əhalinin sosial inkişafı, burada da bildiyimiz kimi təhsildir, səhiyyə ilə bağlı, eynilə əhalinin sosial xidmətlərə çıxışının asanlaşdırılmasından bağlı müəyyən tədbirlər görülür. Daha sonra isə dayanıqlı inkişafı təmin etmək üçün iqtisadiyyatın yenidən canlanmasıdır. Hansı ki, burada bilirsiniz, həm torpaqların kənd təsərrüfatına cəlb olunması məsələsi prioritetdir, eyni zamanda kiçik orta sahibkarlığın inkişafı, hansı ki, bununla bağlı çox mühüm tədbirlər görülür və demək, ümumilikdə bütün bu məsələlərə bir kompleks şəkildə bilirsiniz, proqram çərçivəsində yanaşılır və uğurla icra edilməkdədir. Eynən. Təranə xanım, həm də azad edilmiş ərazilərdə aparılan iqtisadi planlaşdırma da ən əsas bir məsələdir. Bəs bərpa işləri hansı strateji hədəflər əsasında həyata keçirilir? Bu suala gəlincə mən qeyd etmək istərdim ki, ümumilikdə ölkəmizin 2030-cu ilə qədər 5 milli prioriteti bildiyiniz kimi müəyyən edilmişdir Cənab Prezidentin müvafiq demək sərəncamı ilə. Bu prioritetlərdən biri demək azad olunmuş ərazilərin inkişafından bağlıdır və bu prioritetin önəmliliyi bir daha onu göstərir ki, prioritet ayrıca bir proqram, dövlət proqramı çərçivəsində demək həyata keçirilir. Hansı ki, bu proqram Cənab Prezidentin 2022-ci il 16 noyabr tarixli müvafiq sərəncamı ilə təsdiq edilmişdir. Böyük Qaydışa dair birinci dövlət proqramıdır və təbii ki, proqramın icrasından bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamları var.
Mən istərdim ki, bir də proqramın strukturuna nəzər salaq. Qısa olaraq proqramın özü 6 demək prioritet istiqamətdən, hansı ki biz bayaq o hədəf göstəricilər qrupunda müəyyən formada toxunmağa çalışdıq. Eyni zamanda 25 fəaliyyət istiqaməti və proqramda 300-dən artıq tədbir icra olunur və bildiyimiz kimi proqramda da əsas məqsəd əhalinin dayanıqlı məskunlaşması və azad olunmuş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiya məsələləridir. Və əlavə etmək istərdim ki, bu qeyd etdiklərimlə yanaşı əhalinin məşğulluğu ilə bağlı ayrıca bir tədbirlər planı da təsdiq olunub 2024-cü ildə. Hansı ki, bu demək Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərini 24-26-cı illərdə demək əhalinin məşğulluq imkanlarının artırılması ilə bağlı tədbirlər planıdır ki, bu planda da 3 əsas məqsəd nəzərdə tutulub. Onlardan biri məşğulluq imkanlarının qiymətləndirilməsi, vakansiyaların müəyyən edilməsi məsələləri, daha doğrusu tədbirləri icra edilir. Daha sonra məskunlaşan əhalinin peşə hazırlığı, bilik və bacarıqlarının demək təşkili, onların bu sahədə demək daha da təcrübələndirilməsi. Eyni zamanda üçüncü isə ictimai işlər, özünü məşğulluq proqramı və s. bu demək kontekstdə yerinə yetirilir. Fərhanə xanım, bəs işğaldan azad olunmuş ərazilərdə iqtisadi baxımdan daha çox perspektivli sayılan sahələr hansılardır? Kənd təsərrüfatı, sənaye, turizm yoxsa digər sahələr? Ümumilikdə azad olunmuş ərazilərin biz strateji, coğrafi mövqeyinə, təbii resurslarına nəzər salsaq, bir çox sahənin demək inkişaf potensialını olduğunu görmüş oluruq və onlardan ən əsas olaraq kənd təsərrüfatı və sənaye üzərində ilk olaraq dayanmaq istərdim. Çünki bildiyiniz kimi ənənəvi həm bizim demək kənd təsərrüfatı sahələri var orada, eyni ilə də məsələn istər bu sahələrə biz taxılçılıq, meyvəçilik, pambıqçılıq və bunlarla yanaşı heyvandarlıq sahələrinin inkişafı perspektivlidir. Məsələn, onu da qeyd edim ki, cənab prezident də öz çıxışlarında dəfələrlə qeyd etmişdir ki, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində bilirsiniz, taxılçılıq ümumiyyətlə çox mühüm bir strateji məhsuldur və ölkənin bu sahədə müəyyən demək ixaldan asılılıq məsələləri var və bu məsələlər daha doğrusu bu yöndən baxsaq, bəli, gündəmdədir və taxılçılığın inkişafı da demək əsas istiqamətlərdən biri kimi müəyyən edilibdir. Eyni zamanda sənaye demək istehsalı, xüsusilə bunu iki istiqamətdə həm emal sənayesi, həm mədən demək sənayesi istiqamətindən danışa bilərik. Bununla bağlı bilirsiniz, müvafiq sənaye parkları yaradılıbdır və hətta həmin o yeni fəaliyyətdə başlayan zavodların ixrac demək məhsullarının istehsalından bağlı da müəyyən işlər görülür. Bunlarla yanaşı regionun həm də turizm bilirsiniz ki, bəli, turizm cəhətdən önəmli var. Biz turizm cəhətdən baxsaq, burada demək daha çox Şuşa, Laçın, Füzuli və Zəngilan şəhərlərini, çünki burada həm demək mədəni turizm, həm də digər demək ekoturizm baxımından da xüsusi demək rola malikdir. Bəli, bir musiqi fasiləsi elan edək, növbəti suallarımızla davam edərik. Dönə-dönə dodağımda bir nəğməsən, yalnız ürək açdım sənə, yaxşı yaman günümdə mən. Könlüm səndən ilham alır, sevgin ilə dinərəm mən. Qürbət ölkə cənnət olar, yenə sənə, yenə sənə, yenə sənə dönərəm mən. Sən var olsan mən də varam, göz yaşını silərəm mən. Sənin üçün
yaşayarım, senin üçün ölərəm mən. Qanımız bir, canımız bir, atam, anam, balam, vətən. Azərbaycan yenilməzdir, bir alınmaz qalan vətən. Qanımız bir, canımız bir, atam, anam, balam, vətən. Azərbaycan yenilməzdir, bir alınmaz qalan vətən. Ana dedim vətən sənə, ilk beşiyim laylam oldun. Tanrı qismət etdi mənə. Bu torpaqda, bu torpaqda, bu torpaqda mən doğuldum. Bu dünyada hər sevgidə vətən eşqi əzəl ol. Gəzməyə də, ölməyə də, yalnız vətən gözəl ol. Qanımız bir, canımız bir, atam, anam, balam, vətən. Azərbaycan yenilməzdir, bir alınmaz qalan vətən. Qanımız bir, canımız bir, atam, anam, balam, vətən. Azərbaycan yenilməzdir, bir alınmaz qalan vətən. Damarımda axan qanım, şan şöhrətim, adım sanım. Şən dövranım, xoş əyyamım, vətənim Azərbaycanım. Damarımda axan qanım, şan şöhrətim, adım sanım. Şən dövranım, xoş əyyamım, vətənim Azərbaycanım. Dünyanı birləşdirən səs. Beynəlxalq Radio. Bəli, əziz dinləyicilər və bizi YouTube üzərindən izləyən dəyərli tamaşaçılarımız, mahnı fasiləmiz bitdi və biz mövzumuzu müzakirə edirik. Qonağımızı xatırladığım qonağımız İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri Tərəvən Salıfovadır. Tərəvən xanım, biz böyük qayıdışdan danışırıq və burada əsas məsələ işğaldan azad olmuş ərazilərdə aqroparkların fəaliyyətindən bir danışardıq. Mən azad olmuş ərazilərdə istərdim həm sənaye parkları, həm aqroparkların fəaliyyətinə toxunum. Sənaye parklarına toxunduqda biz ilk olaraq Ağdam Sənaye Parkı və Araz Vadisi Sənaye Parkından danışmaq istərdim. Ağdam Sənaye Parkı ümumi götürsək rezident sayına görə ölkədə Sumqayıt Kimya Sənaye Parkından sonra ikinci sənaye parkıdır. 2024-cü ildə Ağdam Sənaye Parkında 9 müəssisə fəaliyyətə başlamışdır. Ümumilikdə isə demək sənaye parkı indiyədək rezidentlər tərəfindən 94,7 milyon manat investisiya yatırılmışdır ki, bunun da nəticəsində 379 yeni iş yeri yaradılıb. Ağdam Sənaye Parkında 2024-cü ildə nəzər salsaq biz bir sıra demək zavodların açılışı olmuşdur. Hansı ki, mən bunlar haqqında çalışacağam, qısa məlumat verim. Məsələn, ayaqqabı istehsalı hal-hazırda bir zavod tərəfindən həyata keçirilir ki, burada zavodun istehsal gücü 510 min
1000 cüt ayaqqabı demək istehsal edə bilir və sevindirici hal orada odur ki, bu demək istehsalın 65%-nin yerli, 35%-nin isə xarici bazarlarda satışı planlaşdırılır. Daha sonra növbəti fəaliyyət göstərəcək zavodlardan biri elektrik paylayıcı qurğuların istehsalı ilə məşğul olacaq ki, bu demək zavodunda istehsal etdiyi məhsulların böyük bir hissəsinin 40%-ə yaxınının demək xarici bazarlara satışı planlaşdırılır. Eyni ilə avtomatlaşdırma və telemexanika sistemlərinin demək istehsalından həyata keçiriləcək zavodun fəaliyyətindən, daha sonra divar kağızlarının istehsalının həyata keçiriləcəyi zavod fəaliyyət göstərməsi demək burada fəaliyyət göstərir daha doğrusu, hansı ki bu zavodda artıq 76 nəfərin də işlə təmin olunmasını biz qeyd edə bilərik. Bunlarla yanaşı həm də demək havalandırma, yanğın söndürmə qurğuları, metal məmulatları istehsalı ilə bağlı da demək gündəmdə olan məsələlər var. Zavod fəaliyyət göstərir ki, burada da 90 nəfərin artıq işlə təmin olunmasını biz qeyd edə bilərik. Ümumilikdə isə mən 2024-cü il demək ilə nəzər salsaq qeyd edə bilərəm ki, Ağdam Sənaye Parkında 1.8 milyon manat həcmində məhsul istehsalı həyata keçirilmişdir. Digər bir sənaye parkı Araz Vadisi iqtisadi zonasıdır ki, bu sənaye parkında bir müəssisə fəaliyyət göstərir, 12 rezident mövcuddur və burada demək bu günədək 25,3 milyon manat investisiya yatırılmışdı və nəticədə də 114 yeni iş yeri yaradılmışdır. Bu sənaye parkları ilə yanaşı həm də demək ölkə rəhbərinin 2024-cü ildə açılışını etdiyi Kəlbəcərdə İstisu mineral zavodu, su zavodu bilirsiniz ki, fəaliyyət göstərir, hansı ki onun illik istehsal gücü 100 milyon şüşə butulkadan çoxdur və bu zavodda müasir texnologiyalarla təmin edilmişdir və bu zavodun demək istehsal demək gücünün artırılması planlaşdırılır və bu potensial da var. Eyni zamanda digər bir demək sənaye quruculuq istiqamətində biz Xankəndi şəhərindəki tikiş fabrikini göstərə bilərik ki, bu bilirsiniz ki, Azərbaycan və Özbəkistan arasında həm demək iqtisadi tərəfdaşlıq, həm ənənəvi dostluq münasibətlərinin də möhkəmləndirilməsinə xidmət edən bir fabrikdir, layihələrdəndir. Bu demək layihənin daha doğrusu bu tikiş fabrikində istehsal olunan məhsulun 80%-nin xarici istehsalı planlaşdırılır və burada da yenə öz növbəsində 800 nəfər yeni insanların işlə fəaliyyəti yaradılacaq. Aqroparklara gəlincə əsasən biz Zəngəzur bölgəsindəki Dost aqroparkdan danışa bilərik ki, bu Türk və Azərbaycanlı sərmayədarların birgə yaratdığı ilk özəl kənd təsərrüfatı kompleksidir. Bu aqroparkın özəlliyi ondan ibarətdir ki, burada ağıllı texnologiyalardan istifadə olunur, sıfır tullantı bərpa olunan demək enerji və dayanıqlı kənd təsərrüfatını özündə birləşdirir və mən bu demək Dost aqroparkda əsas prioritet sahələrə istərdim toxunum ki, bunlar istər damazlıq heyvanların yetişdirilməsi, ət emalı və qablaşdırılması, eyni zamanda toxum istehsalı və tinklərin yetişdirilməsindən bağlıdır və bu Dost aqropark ümumilikdə 60.000 hektar ərazini əhatə edir və burada planlaşdırılan, gözlənilən demək yaradılacaq iş yeri sayı 500 nəfər olaraq qeyd edə bilərik. Həmçinin Tərəvənə xanım, işğaldan azad olmuş ərazilərdə yaşıl enerji zonası bildiyimiz kimi artıq mövcudluğunu qoruyub saxlayır. Ümumiyyətlə, iqtisadi cəhətdən hansı üstünlüklər gətirəcək yaşıl enerji? Çox doğru qeyd etdiniz ki, azad olunmuş ərazilərdə yaşıl enerji demək sahəsinin inkişafından bağlı da böyük potensial var. Məsələn, biz baxsaq, azad olunmuş ərazilərdə 4000 meqavatdan artıq günəş, 500 meqavatdək külək enerji istehsal potensialı, daha sonra enerji potensialı mövcuddur ki, bu da bizə qeyd olunan istiqamətin sahənin inkişafına demək dəstək verə bilir və qeyd edə bilərəm ki, 2024-cü ildə Qarabağ və Şərqi Zəngəzurda su elektrik stansiyalarında 550 milyon demək kilovat saatədək yaşıl enerji istehsal olunubdur. Eyni zamanda məsələn 4 il ərzində biz 4 ilə nəzər salsaq, burada demək 30-dan çox su elektrik stansiyasının istismara verildiyini görürük. Yalnız 2024-cü ilə nəzər salsaq, regionda demək ölkə rəhbərliyinin iştirakı ilə 7 su elektrik stansiyasının açılışı olubdur. Eyni zamanda Xudafərin hidroqovşağının istismarı,
Qız Qalası hidroqovşağının açılış mərasimi də demək baş tutmuşdur. Eyni zamanda bu demək yaşıl enerji sektorunun inkişafında bilirsiniz ki, bu mövcud potensial həm də xarici investorların da marağına səbəb olur. Məsələn, ötən il, yəni 2024-cü ildə Energetika Nazirliyi ilə Nobel Enerji şirkəti arasında Cəbrayıl rayonunda 100 meqavat gücündə günəş elektrik stansiyasının tikintisi və enerji istehsalı ilə bağlı anlaşma memorandumu bildiyiniz kimi imzalanıb və bu iki mərhələli, birinci mərhələdə 50 meqavat, ikinci mərhələdə 50 meqavat olmaqla ümumilikdə 100 meqavat həcmində günəş elektrik stansiyasının tikintisi planlaşdırılır. Ümumiyyətlə gələcəkdə Zəngəzur dəhlizinin işə düşməsi bu ərazilərin iqtisadi cəhətdən artımına səbəb ola bilərmi? Bəli, demək cənab prezidentin də dəfələrlə qeyd etdiyi kimi bu əsas demək vacib amillərdən biridir. İstər Azərbaycanda demək ölkənin nəqliyyatının inkişafı, nəqliyyat sisteminin inkişafı baxımından, istər digər demək məsələlər baxımından. Məsələn, biz nəzər salsaq, hazırda həm şərq-qərb, həm şimal-cənub marşrutları üzrə ən operativ, daha doğrusu çevik və təhlükəsiz nəqliyyat dəhlizləri bilirik ki, Azərbaycandan keçir və bu dəhlizlər üzrə daşınan yüklərin həcmi ildən ilə artır və təbii ki, Zəngəzur dəhlizinin işə düşməsi həm Qarabağ, həm Şərqi Zəngəzur bölgələrinin də iqtisadi və geosiyasi əhəmiyyətini ciddi şəkildə təsir göstərəcək. Məsələn, ilk növbədə biz qeyd edə bilərik ki, bölgənin həm logistika, həm də nəqliyyat mərkəzinə çevrilməsi, istər bu isə öz növbəsində həm enerji, həm rəqəmsal demək, daha doğrusu mərkəzə çevrilməyə də bu sahədə də imkanları genişləndirəcək. Eyni ilə də Azərbaycanın tranzit ölkə olaraq strateji rolunu artıra bilər. Ümumiyyətlə dəhlizin açılması həm də xarici bazarlarla demək əməkdaşlığı yerli istehsal üçün artıq deyil də, həm də müvafiq məhsulların çıxışlarından bağlı da müsbət təsirlərini göstərə bilər. Həmçinin Təranə xanım, sizin mənsub olduğunuz qurum İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi bu prosesdə hansı monitorinq, təhlil, hesabat proqramlarından istifadə edir? Ümumilikdə qeyd edə bilərəm ki, monitorinq və qiymətləndirmə İqtisadi İslahatların Təhlili Kommunikasiya Mərkəzinin əsas fəaliyyət istiqamətlərindən biridir və hal-hazırda artıq 20-dən çox dövlət proqramı, strateji siyasət sənədlərinin monitorinq və qiymətləndirməsi aparılır. Onlardan biri də haqqında danışdığımız Böyük Qaçadayı dövlət proqramıdır. Monitorinq ümumilikdə ilk onu qeyd etmək istərdim ki, tam rəqəmsallaşmış elektron formada həyata keçirilir. Yəni bu monitorinq və hesabatlıq portalı yaradılıb. Əsas demək dövlət proqramında əsas icraçı qurumlar tərəfindən məlumatların daxil edilməsi elektron sistem üzərindən həyata keçirilir. Eyni zamanda onların monitorinqi, hesabatların təqdim edilməsi, bunlar hamısı qeyd etdiyim kimi elektronlaşıb və bir sistem üzərindən həyata keçirilir. Eyni zamanda yalnız monitorinq bu yöndə yox, digər innovativ alətlərdən də istifadə olunur ki, biz bunlardan kamera müşahidə sistemini qeyd edə bilərik ki, demək layihələrin azad olunmuş ərazilərdə layihələrin həyata keçirildiyi demək rayonlarda müvafiq kamera sistemləri quraşdırılmışdır ki, hər demək real rejimdə istənilən vaxtı izlənilə, müşahidə aparıla bilir. Bununla yanaşı müvafiq sahələr üzrə tematik xəritələr mövcuddur ki, bu da məsələn magistral, istər avtomobil yolları olsun, istər dəmir yol olsun və digər sahələrdə hansı demək xəritələr, işlər görülür. Onları da əks etdirən müvafiq sistemlər mövcuddur. Daha doğrusu modullar mövcuddur. Aydındır. Təranə xanım, bəs dövlətlə özəl sektor əməkdaşlığı modeli ilə hansı layihələr həyata keçirilir və bu modellərin böyük qayıdışa təsiri nə qədərdir? Bildiyiniz kimi dövlət özəl tərəfdaşlığının həm də bir müsbət tərəfi odur ki, dövlətin maliyyə yükünün azaldılması, eyni zamanda özəl sektorun inkişafı, yeni iş yerlərinin yaradılması və sair baxımından çox əlverişlidir. Bu istiqamətdə biz azad olunmuş ərazilərdə qeyd edə bilərik ki, əsasən yaşayış məntəqələrinin tikilməsinə bağlı müvafiq demək özəl sektor, dövlət özəl demək əməkdaşlığı çərçivəsində aparılır. Məsələn, Ağdam rayonunda bu istiqamətdə işlər görülür. Eyni zamanda istər yaşıl enerji, bayaq qeyd etdiyimiz kimi yaşıl enerji sahəsində demək dövlət özəl islahatlara, daha doğrusu bu dövlət özəl tərəfdaşlığına, əməkdaşlığına xüsusi yer verilir.
Eyni ilə də məsələn digər bir məsələn qeyd etmək istərdim ki, Kəlbəcər və Laçın rayonlarında Həkəri və Tərtər çay üzərində demək 5 kiçik su elektrik stansiyasının bərpası və istismara verilməsində də dövlət özəl demək tərəfdaşlığı çərçivəsində həyata keçirilməsi planlaşdırılmışdır. Növbəti bir musiqi fasiləsini elan edirik, yenidən davam edəcəyik. Axşamın şöhrəti səs salıb hər yana. İşimiz, zəhmətimiz düşmüşdür dastana. Buyurun dostlar Azərbaycana. Buyurun dostlar Azərbaycana. Gəl səni gözləyir bu bağlar, gəl üzümü dərmişəm ey dildar, gəl yolunu göstərəm ey yar, gəl səni gözləyir bu bağlar, gəl üzümü dərmişəm ey dildar, gəl yolunu göstərəm ey yar, gəl. Baxçamın hər yanı hey üzümdür bol üzüm. Süfrənə bu üzümdən sevgilim mən düzüm. Sən ey yar mənim hər sözüm. Sən ey yar mənim hər sözüm. Gəl səni gözləyir bu bağlar, gəl üzümü dərmişəm ey didar, gəl yolunu gözlərəm ey yar, gəl səni gözləyir bu bağlar, gəl üzümü dərmişəm ey dildar, gəl yolunu gözlərəm ey yar, gəl. Gəl səni gözləyir bu bağlar, gəl üzümü dərmişəm ey dildar, gəl yolunu gözlərəm ey yar, gəl səni gözləyir bu bağlar, gəl üzümü dərmişəm ey dildar, gəl yolunu gözlərəm ey yar, gəl. Hər melodiyada bir dünya. Beynəlxalq Radio. Mən elimin igid övladı, qəlbi bağlı vətənə, hər daşı doğma əziz mənə. Bu yurdun uca dağları, yaşıl gözlü bulaqları nəğmə olub düşüb dilimə. Bir övlad kimi borcluyuq, səni sevirik biz mehriban ana vətən. Dünəni, bugün, sabahı, gələcəyi işıqlı gözəl ana vətən. Azərbaycan, sənə qurban canım Azərbaycan, sən mənim həyatım damarımda, daim axan qanım Azərbaycan, ürəyi sən Qafqazım. Azərbaycan, üç rəngli bayrağım Azərbaycan, müstəqil torpağım Azərbaycan, əbədi nağılım Azərbaycan, ümidi sən Qafqazım. Cəsur igidləri, xoş sərif qızları,
mənim canım ana vətənim. Şirin duyğum mənim, sevgim odum mənim, candan əziz vətənim. Candan əziz vətənim. Azərbaycan, sənə qurban canım Azərbaycan, sən mənim həyatım damarında, daima xandanım Azərbaycan, ürəyi sən Qafqazım. Azərbaycan, üç rəngli bayrağım Azərbaycan, müstəqil torpağım Azərbaycan, əbədi nağılım Azərbaycan, ümidi sən Qafqazım. Səsimizlə sərhədləri keçirik. Beynəlxalq Radio. Bəli, əziz dinləyicilər və bizi YouTube üzərindən izləyən dəyərli tamaşaçılarımız, verilişimiz davam edir. Tərənə xanım, işğaldan azad olmuş ərazilərdə yerli istehsalın stimullaşdırılması üçün dövlət hansı dəstək mexanizmlərini irəli sürüb? Nicat müəllim, bu da çox mühüm məsələlərdəndir. Çünki bu stimullaşdırma ilə bağlı artıq bir neçə yox, saysız hesabsız bəlkə də vergi və güzəştlər demək öz əksini tapır. Qeyd edə bilərik onlardan bəzilərini. Məsələn, azad olmuş ərazilərinin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən həm demək 10 il müddətinə həm mənfəət, əmlak, torpaq, eyni zamanda sadələşdirilmiş vergidən azad olunublar. Eyni zamanda texnika, demək texnoloji avadanlıqlar, qurğular, xammal və materialların idxalında da 2023-cü il yenə yanvarın 1-dən etibarən 10 il müddətinə ƏDV-dən azad olma var. Eyni demək bu qeyd olunan materialların idxalı üzrə yenə 10 il müddətinə gömrük rüsumundan azad olma demək güzəşti tətbiq olunub. Daha sonra kreditlərin dövlət zəmanəti ilə təminatı və demək kredit faizlərinin subsidiyalaşdırılması ilə bağlı müəyyən güzəştlər var. Eyni zamanda məcburi dövlət sosial sığorta haqqının subsidiyalaşdırılmasından bağlı güzəştlər öz əksini tapır. Daha sonra kommunal ödənişlərin demək üzrə ödənişlərin ödənilməsi üzrə də güzəştlərdən demək bəli tətbiq olunur. Digər bir güzəştdir, biz azad olmuş ərazilərdə məskunlaşaraq işləyən mütəxəssislərə də aid olan müəyyən güzəştlər var ki, məsələn onlarda istər əlavə məzuniyyət günlərinin verilməsi, aylıq vəzifə maaşlarına əlavələrin verilməsi və onların ilkin mərhələdə maddi demək vəziyyətini bunun üçün 600 manat məbləğində bir dəfəlik ödəniş də edilir. Həmçinin bu ərazilərdə əmək kvotasından bağlı bir sıra demək güzəştlər var ki, burada həm iş icazələrinin verilməsi, həm demək kvotaların tətbiqindən bağlı 5 il müddətinə, hansı ki bu kvota əcnəbi mütəxəssislərə demək əmək miqrasiyası kvotasının 5 il müddətinə tətbiq edilməməsi belə bir güzəşt də var. Daha sonra yaşıl artım demək naminə bərpa olunan enerji mənbələrindən demək istifadə üçün investorların dəstəklənməsi üçün müvafiq güzəştlər var. Bəli, eyni zamanda dövlət özəl bayaqda qeyd etdiyimiz kimi bu tərəfdaşlığın inkişafından bağlı hansı ki yaşayış massivlərinin inşasında dedik özəl sektor cəlb olunur. Burada da müəyyən güzəştlər var və ən demək mühüm güzəştlərdən biri də sənaye parklarında birbaşa demək infrastrukturun birbaşa qoşulma prinsipi əsasında təklif olunmasıdır ki, bu da hər hansı bir rezident, daha doğrusu sənaye parkının rezidenti dövlət vəsaiti hesabına bütün demək zəruri infrastrukturla biz burada istər qaz təchizatı xətti olsun, istər elektrik veriliş xətti olsun, yarım stansiya və s. fiber optik kabel demək daxil olmaqla bütün demək bu təminat məsələsi dövlət vəsaiti hesabına birbaşa demək cəlb oluna bilir. Son olaraq bir sual verəcəm. Qarabağın ixrac potensialı, xüsusilə kənd təsərrüfatı və sənaye məhsulları üçün hansı bazarlar seçilməlidir? Ümumilikdə demək məsələyə ümumi baxsaq, biz bayaq da müəyyən məsələlərə toxunduq və görürük ki, Qarabağın iqtisadi potensialı daxili bazarı yerli məhsullarla təmin etmək imkanı var. Bu sayda böyük potensial var. Hansı ki, bu da həm idxal asıllığının azaldılmasına, həm də ki, Azərbaycanın ixrac məhsullarının şaxələnməsinə, məhsul çeşidinin demək genişləndirilməsinə öz müsbət təsirini verə bilir. Ümumilikdə isə bütün bunlar həm Qarabağ, həm də Şərqi Zəngəzurun iqtisadi güc mərkəzləri
mərkəzinə çevrilməsində də bilirsiniz ki, mühüm rol oynayır. Eyni zamanda həm regionun, istər regionun iqtisadiyyatı olsun, istər ölkənin ümumi iqtisadi artımına öz töhfəsini verəcək. Məsələn, biz ümumi regionu necə deyim belə ən yuxarıdan baxsaq, bəli, ixtisaslaşdıra bilərik ki, müvafiq sahələr üzrə. Məsələn, Kəlbəcəri biz mədənçilik, turizm mərkəzi kimi, Ağdamı emal mərkəzi kimi, Şuşanı mədəniyyət və turizm mərkəzi kimi, Cəbrayılı ticarət və logistika, hansı ki, çox əlverişli demək strateji yerdə yerləşir və digər rayonlar, yəni Qubadlı, Zəngilan, Laçın, Füzuli, Xocalı, Ağdərə, Xocavəndi isə biz bu regionlar isə daha doğrusu rayonlar isə daha çox aqrar, həm də turizm mərkəzlərinə çevirə bilərik ki, bu da yəni istənilən beynəlxalq bazarlara müsbət bir haldır. Çünki xarici ölkələrdən də nümayəndələr gələndə istəyirsiniz ki, hansısa bir yönə fikrini versin. Məsələn, iqtisadiyyatda alıcı qabiliyyəti artıq yönələcək. Məsələn, Ağdamda ona məxsus olan istifadələrdən götürəcək. Bəli. Yəni turizmə gələn artıq Şuşaya gedəcək. Bu cəhətdən uyğun bir məsələdir bu. Bəli, yəni ixtisaslaşma baxımından da bu formada qeyd edə bilərik. Ümumilikdə isə yəni yenə də qeyd edə bilərəm ki, böyük potensial var istənilən sahədə və bu istiqamətdə də çox mühüm tədbirlər görülür, bəli, addımlar atılır və bu düşünürəm ki, ölkənin həm regionun iqtisadi inkişafı, həm ölkənin iqtisadi inkişafına mühüm töhfəsini verəcək. Bəli, Tərana xanım, çox sağ olun, gəldiyiniz üçün maraqlı mövzunu müzakirə etdik. Beləliklə, əziz dinləyicilər və bizi YouTube üzərindən izləyən dəyərli tamaşaçılarımız, növbəti efir günümüzün də sonuna gəlib çatdıq. Qonağımız İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri Təranə Salifova idi. Biz böyük qayıtışdan danışırdıq. Aparıcılığımız Nicat Cəfər və bizim pult arxasında eləşən əməkdaşlarımızı xatırladıram. Efir rejissorumuz Qızqayıt Camalova, YouTube rejissorumuz Fərid Məmmədov idi. Sağ olun, salamat qalın.